İlahi əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şəri olan hacətlərimizi rəva elə. İlahi bu danışılan sözləri hamımızın qəlbində təsir elə, İzzətin xatirinə izzətimizi əlimizdən alma, bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. İlahi tezliklə ziyarətgahlara getməyi, müqəddəs məkanların ziyarətini tezliklə bütün arzusunda olanlara bu cəmə qismət elə. İlahi dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamət günü Həzrətin şəfaətindən bizi binəsib eləmə. Kimlər ki bizdən dua istəyirlər, iltiması dua deyirlər, hamısının hacətlərini rəva elə. İşğaldan azad elədiyimiz torpaqları qorumağı bizə nəsib elə. Bu torpaqlarımızın uğrunda canını fəda eləmiş əziz şəhidlərimizin müqəddəs ruhunu İmam Hüseyin ağaya qonaq elə. Bizi onların şəfaətindən binəsib eləmə. Bizi şəhidlərimizin yanında xəcalətli eləmə.